Gel oğlum. Biz şimdi yerim. Gözün saydı. Hoş geldin. Tamam, çocukların yanında mı da şeylerler, ben kahraman. Yani doğru. Şimdi de göstereyim. Niye göre kısa dalgadan da yürüyüşçü var acaba? Kısadan yürüyüştürüm. Yani hem şey kulak asır, kulak asır değil, hem de kulak asır. Ne kötüyle tutarlar, ne kötüsünü alır. Hamınızı salamlayıram. Birinci növbədə Azərbaycan həbsxanalarında cəza çəkən bütün məhkumlara və Azərbaycanın siyasi hakimiyyətinin mənfur və repressiv əməllərindən əziyyət çəkən bütün siyasi məhbuslara azadlığı arzulayıram. Onlara öz azadlığını çatdırıram və bütün siyasi partiyalara, bütün müxalifət qüvvələrini əmin edirəm ki, axıra qədər mənfur bu Əliyevlər rejiminə qarşı mübarizə aparacağam və mübarizəmin də axır nəticəsini xalq görəcəkdir və xalqın əlbəttə köməyi ilə. Artıq xalq bilməlidir ki, Əliyevlər siyasəti, xarici və daxili siyasəti iflasa uğrayıb, son vaxtlar regionda gedən siyasətlər artıq ikinci mən istəyirəm ki, bütün dünyanın nüfuzlu beynəlxalq təşkilatları, Avropa Şurası, ATƏK, BMT, Departament, Amerika Kongresi və bütün dünya Əliyevlər rejiminə qarşı Azərbaycanda insan haqlarını, insan hüquqlarının pozulmasını, Azərbaycanda korrupsiyanın sürətlə inkişaf etməsinə dair bəyanatlar verirlər və bugün bütün Azərbaycan xalqı bilməlidir ki, bunlar son qoymağın vaxtı çatmışdır. Bugün Gürcüstanda, Moldaviyada, İraniyada, bütün dünyada siyasi proseslər gedir, demokratiya inkişaf edir. Bunu bütün Azərbaycan xalqı bilməlidir ki, Əliyevlər rejimi artıq iflasa uğramışdır. Və 2 il 10 ay həbsxanada oturdu, artıq 2 ay qalmış, amnistiya verdilər. Amnistiyada artıq 2 gün təsdiq edilir. Buna baxmayaraq hələ də qalmışları cəza çəkmə müəssisələrindən buraxırlar. Bu da cəza çəkmə müəssisələrində haqlı narazılığa səbəb olur. Bunun da göstərişi güya deyirlər Bakı Şəhər İttiham İdarəsindəndir, amma bu yanlış məsələdir. Çünki Bakı Şəhər İttiham İdarəsi Milli Məclisin Respublikanın bir nömrəli qanunvericilik orqanı olan Milli Məclisin qərarından çox aşağı səviyyədədir. Deməli bu birbaşa prezident aparatından gələn göstərişdir ki, hər vəslə yəni insanları incidin, həbsxanada olan insanları, hətta amnistiya düşənləri ki, yəni bunlardan amnistiya gözləməkdir. Günlərdir iki dəfə olmaz, benim bu üçüncü dəfə daxil. Bu ne, sizə konkret nə izah edir və səbəbi nədir bunun? Mən sizə dəqiq deyə bilərəm ki, burada türmə rəhbərliyinin heç bir günahı yoxdur. Türmə rəhbərliyi bu işdə acizdir. Çünki bu türmə rəhbərliyi deyir ki, bu Bakı Şəhər Prokurorluğu İttiham İdarəsinə bağlıdır. Orada araşdırma aparırlar, amnistiya düşən məhkumların işlərini araşdırırlar, amma bu tam bəhanə bir şeydir. Bakı Şəhər İttiham İdarəsinin prokuroru var, Əyyub Qeyrətov. Bu Qeyratovlu məsələdir. Bu birbaşa prezident aparatından gələn göstəriş idi ki, yəni bunu bir eksperiment kimi həyata keçirmək istədilər. Amma bunun dalında arxasında müəyyən fikirlər də formalaşmışdır. Bu 2 il 10 ay ümumiyyətlə necə keçdi? Mən ümumiyyətlə ruhən azad bir insanam. Mən bugün azadlığa çıxmışam. Baxıram həmin Azərbaycan sadəcə olaraq türmə biraz məhdud yerdir. Azərbaycan özü boyda bir türmədir. Belə mən ruhən istəyir məni aparıb qəbrə də salsınlar, mən orada azad insan olacağım. Qənimət Zahidi və məni həbsxanaya atdılar, kimlərinsə oğlanları atdılar. Amma onlar bilməlidirlər ki, həmin bu sifarişi verən insanlar bilməlidirlər ki,
Qənimət Zahiddə, mən də Şamaxı rayonu Qurtəpə kəndindən Səlim Çin oğlanlarıyam. Bizim ulu babalarımız olub, zaman zaman İmadəttin Nəsim olub, Abbas Səhəd olub, Məhəmməd Hadi olub. Bunlar heç vaxt sınmıyorlar, heç bir qara qüvvələri qarşısında. Qənimət Zahid haqq yolundadır. İnşallah yaxın zamanlarda Qənimət Zahidin də azad edilməlidir. Səqfə necədir azadlıq? Hansı hissləri keçirirsiniz? Azadlıq gözəldir. Mən azadlıqdan şirin elə bir nemət hiss eləmirəm. Doğrudan da bu 3 il məhdud olduğum yerdə azadlığın bir daha şirin olmasını mən hiss elədim. Baxmayaraq ki, özümü həmişə azad insan hesab etmişəm. Türmədə də mənim heç bir yazıma, sözümə senzura qoyulub, heç kim də senzura qoya bilməz. Ona görə ki, haqq yolunda olan insanlar axıra qədər haqqa tərəf gedəcəklərsə, haqq həmin insanların olacaq. Və mən bu 3 ildə haqqı həmişə öz yanımda hiss etdim. Allaha şükürlər olsun ki, bugün də sağ-salamat olaraq azadlığa çıxıram və həbsdə olduğum müddətdə rəhbərlik tərəfindən, məhkumlar tərəfindən həmişə qarşılanmışam. Qarşılıqlı hörmət aramızda və azadlıq mən deyərdim ki, kaş bütün Azərbaycan xalqına azadlığı verilsin. Vətənə sevgidən payım qalındı. Mənim bundan başqa nəyim qalındı? Açılmır sabahı yazıq millətin, oturub çəkirlər işıq həsrətin. Olacaq ziyası bir gün zülmətin, dədədən, babadan deyim qalıbdı. Mənim bundan başqa nəyim qalıbdı? Bugün türmədəyəm, ömür maraqlı, silahım qələmdir, əlim yaraqlı. Bir arvad, 5 uşaq, bir də çıraqlı, 20 kvadrat öyüm qalıbdı. Mənim bundan başqa nəyim qalıbdı? Haqq deyən dilimə söylədilər, vücudum çəkidə 55 kilo, şalvarım köynəyim köhnə pulpulu, Sovetdən əynimdə geyim qalıbdı. Mənim bundan başqa nəyim qalıbdı? Sağ olun. Sağ olun. Bugün uşaqlar bıraxarlar yazıqlar. Yox deyəsən. Onlar bir dəyişir belə. Hadi götür. Vay vay vay. Vay 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 vay. Əsas Rəna xanımla görüşmək. Hoş geldin evde. Hele bugün ola. Dayanın, qucaqlaş beni. Həmişə bu günləri və görməkdə olacaq. Sabahda Rəna deyəcək, davay buraya tezcək. Salam beləcək, xoş gəldiniz. Siz de hoş geldiniz. Sağ olun. Ha, doğrudan evimiz yanar. Sen ben evimi niye dağılırsan? Yok buradakileri sənə görə bırakmadılar. Bilirəm, bilirəm. Bugün hamısını bırakacaqlar. Rejimdən çıxmamışam. Anılış. Üzgün biraz, ne olar şu an? Çok mübarək, çok mübarək. İbret. Toyunda belə xoş səsə inşallah yaxın zamanlarda uzaq birilər. Güzel. Bu nerede? Ağzı sürek gönderdim dağları ağzıma şimdi kapağına. 9 gram narkotik olsa. Adam bade de. Sen gitmem sen hala. Hadi sahanlar ona göre geçsin de.